Bir çox sakinlərin şikayətini nəzərə alaraq yolumuzu Abşeron rayonunun Masazır qəsəbəsindən saldıq. Sizə təqdim edəcəyimiz bu görüntülər heç də ürəkaçan deyil. İstər zibil qalaqları, istər kalan kobud yollar, istərsə də gölməçəyə bənzər məhəllələr sözün əsl mənasında sakinlərin həyatını cəhənnəmə çevirib. Sakinlər deyir ki, biz yaşamırıq, sanki sürünürük. Təsəvvür edin ki, neçə dəfə get-gəl eləmişik də zibillərlə bağlı. Zibillərə yenə dedilər ki, Abşeron baxır, biz həll eləyəcəyik, heç nə həll eləmədilər. Əvvəl 2 qutu var idi. Qutunun sayını birə endirdilər, həll eləməkləri bu oldu. Yollara biz baxmırıq, avtonəqliyyat baxır deyildi və özlərindən yəni yan getdilər. Heç nə, yağış yağır, hələ siz indi yaxşı vaxta gəlmişsiniz. İnanırsınız, yağış yağır, biz bilmirik ki, uşağı məktəbə necə. 2 cüz ayaqqabı götürürük. Paltarı təmizlə, neynə, çox əziyyət çək. Tək özü yol deyil, zibil deyil, kanalizasiya. İnanırsınız, o tərəfdə açıqlıq var, açıq su. İfunət iylənir də. Yəni bu antisanitariyadır, xəstəlikdir başdan ayağa. Bilmirəm, biz hər kəs onun üstünə atır, bu bunun üstünə atır. Heç bir yəni dövlət qurumu deyim ya başqa heç biri yaxın gəlmir. Yiyəsiz itlər, bu yol xarabdır, kanalizasiya, zibil qutuları. Baxan yoxdur deyə pis habırdadır. Uşaq gedib gələ bilmir, ondan sonra nə bilim özümüz gedib gələ bilmir. Yağış yağanda batdaq dizdən olur deyə belə. Gedib gəlmək mümkün deyil. Bizə danışırıq da yaşamaq deyil, sürünməkdir, ölməkdir oldu. Bir çox ərazilərdə yazılıb ki, bura zibil tökməyin. Əslində bunun əvəzinə buradakı zibilləri yığışdırın yazılsaydı daha məqsədə uyğun olardı. Kiçik bir məhəlləyə asfalt çəkən kimi hay vururlar ki, bəs məhəllələrə asfalt çəkmişik, iş görmüşük. Ancaq görünən kəndə sizcə bələdçi gərəkdirmi? Bu böyük problemlə bağlı Masazır bələdiyyəsinə yollandıq. Üzünü görməyib, adını eşitmədiyimiz bələdiyyə sədri ilə görüşmək istəsək də 1 saat gözlədikdən sonra qeyd etdilər ki, sizinlə görüşə bilməyəcək. Çünki səbəbsə odur ki, o canlı konferansdadır. Və bir də katibəsi xanım qeyd etdi ki, qanuni deyil sədrlə görüşməyiniz. Bizə isə maraqlı qalan tərəfi oldu ki, bələdiyyə sədri ilə görüşüb ona sorğularımızı ünvanlamağımız görəsən qanun pozuntusudurmu? Elə görüşə bilmədikləri üçün də məsələnin həlli yollarını tapa bilmirlər və onlarasa qalır ki, bu bərbad vəziyyətdə yaşayıb həyatlarını sürsünlər. Biz çəkiliş komandası olaraq bu məsələyə yenidən qayıdacağıq. Yəqin ki, aidiyyatı qurumlar da bunu nəzərə alaraq öz işlərinin öhdəsindən layiqincə gəlməyə çalışacaqlar. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Həcər Həsənova bugün informasiya proqramı üçün.